Salam əziz tamaşaçılar, xoş gördük sizləri növbəti söhbətimizdə. Həm məclis üzvü olaraq, həm də ümumiyyətlə Azərbaycanın bugünkü bəzi siyasi məsələlərinə uyğun olaraq biz 19-cu əsr Qarabağ ədəbiyyatını, Qarabağ mühitini, mədəniyyətini, ümumiyyətlə oradakı ictimai-siyasi hadisələri mütəmadi olaraq həmişə canlandırmağa çalışırıq. Orada yaşayan şairlərin, musiqiçilərin, alimlərin həyat və fəaliyyətinə toxunuruq ki, bunun arxasında həm də bir təbliğat məqsədi var. Çünki biz doğrudan da fikir versək, məhz 19-cu əsrdə Qarabağ mədəniyyətində elə bir partlayış, bir sıçrayış var ki, böyük bir sənətkarlar yetişib həmin dövrdə və mən deyərdim ki, elə bugünkü gün Azərbaycan mədəniyyətində 19-cu əsr Qarabağ mədəniyyətinin nə boyda böyük bir təsiri var, nə boyda böyük izləri var. Mən istərdim elə bizim söhbətimizə bizim gözəl alimimiz Raqub müəllimdən başlayaq. Çünki Qarabağ mədəniyyətinin əsasən də 19-cu əsr üzrə ən belə geniş araşdıran, bütün həyatını buna həsr eləyən alimlərimizdəndir. Və istərdik Raqub müəllim, bu bizi yaralı yerimizə çevrilən, o riyakarlıqla, fitnəkarlıqla dolu bu qonşu münasibətləri adı ki var bizdə bu bədnam qonşularımızla. Bunun bir qısa da olsa bir tarixçəsinə nəzər yetirək və 19-cu əsrdə əvvəlindən başlayaraq o xanlıqlar dövrünün dağılması ilə, Rusiya işğalı ilə bu problemin biraz da genişlənməyi və Qarabağ ziyalılarının bu işdə fəaliyyəti, Qarabağ ədəb mühitində bu məsələlərin necə əks olunmağı məsələlərinə gəlib çıxar inşallah. Əlqər müəllim, mən istəyərdim ki, Qarabağın lap qədim tarixindən başlayam və qısa ekskurs verdikdən sonra dediyiniz mövzuya müraciət edeyim. Birinci, Qarabağ ümumiyyətlə dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Azıq mağarasında tapılan çənə sümüyüdür, Xocalı mədəniyyətidir, hətta Xocalıda tapılan bir muncuğun eramızdan əvvəl 8-ci əsrə aid olması, akademik Meşşannikovun təbirincə desək, o Asturiya çarına mənsub olması, bütün bunlar hamısı göstərir ki, Qarabağ qədim mədəniyyətə malik bir məmləkət olmuşdur və buranın da çox güclü həqiqətən də yaşayış massivi olmuşdur. Burada yaşayış massivi olmuşdur və bir şey də xatırladım ki, bununla həm də bəzi analizlər aparılıb, antropoloji, geocoğrafi analizlər. Onu sübut edir ki, burada heç vaxt ermənilər yaşamamışdır. Sadəcə olaraq erməni tarixçiləri düşündükləri kimi danışır, həqiqətdən danışmır. Onlar dünya ictimaiyyətində belə bir fikir yaratmağa çalışmışdılar. Güya bu Qarabağ torpağı onlara məxsusdur. Ona görə də bunlar əllərində bunu şüar edərək Qarabağı işğal etmiş və bugün də həmin şüar altında çıxış edərək bütün bunları həyata keçirmək istəyirlər. Və araşdırmalar həm də onu göstərir ki, 19-cu əsrə qədər Qarabağda ermənilər kompakt şəkildə yaşamamışdır. Bəzən deyirlər ki, erməni məlikləri hansı gün xəmsə deyirlər, 5 məlikliyin Qarabağda olmasını deyirlər. Araşdırmalar həm də onu da göstərir ki, bu məliklər sadəcə 18-ci əsrin ikinci yarısında Qarabağa gəlmişdi. Bunlardan bircə Xaçın məlikliyi bir qədər qədimdir, lakin qalan 4 məliklik isə bildiyimiz kimi gəlmədi. Həm də o məlikliklər ki, bir növ onların tarixçiləri tərəfindən bir dövlətçilik strukturu kimi qələmə verir. Əslində kiçik icmalar olur. Kiçik icmalardır. Sadəcə olaraq bu bir ideya kimi Ruslar tərəfindən birinci Pyotr vaxtında, sonra da ikinci Yekaterina vaxtında ermənilərin tərəfini saxlayan Ruslar meydana gəldi. Əslində Ruslar erməniləri o qədər də sevmirlər. Sadəcə onlar buna lazım idi. Pyotrların vasitəsilə həm Hindistanı, həm də yaxın şərqi istila etmək üçün istifadə etməyə çalışırdı. Xüsusilə Yekaterinanın vaxtında ermənilərin hörməti çox böyük idi. Ona görə Yekaterina xüsusi göstərişlər verirdi ki, mütləq ermənilərə şərait yaradılsın, onlar məskunlaşsınlar. Və bildiyiniz kimi bütün bu ideologiya hamısı 20-ci ildən sonra, 1920-ci ildən sonra baş verdi. Çünki Sovet Rusiyası deyək ki, bolşeviklər onlara şərait yaratdı ki, onlar respublika kimi formalaşırlar. Əslində onların heç bir yeri, yurdu yox idi. Zaman onlar özlərinə məmləkət axtarmış, yer axtarmış və harada olmuşlarsa həmişə qonşularla münaqişədə olmuşlar. Bütün dünya təbliğatında özlərini mədəni, amma məzlum, zülm görən, yazıq bir şey kimi göstərir. İndi əks tərəfin mədəniyyəti olsa, əks tərəfin zalim olmağına heç kim inanmayacaq. Deməli, əks tərəfin mədəniyyətsiz, vəhşi, heyvan, feodal dövrün qəddarlığını özündə saxlayan, elə indinin özünə qədər biz 90-cı illərdə onu görmüşdük ki, onlar bizim xalqı necə təqdim edirdilər. Mən istəyərdim ki, bu bizim dilimizdən yox,
Rus xalqının, Rus siyasının dilindən eşidilsin. Velişko'nun çok güzel kitabı var, Kafkas kitabı. Bildiğimiz gibi Velişko çok büyük jurnalist olubdu. Vaxtilə Bu hansı dövrdə yaşayıb, onu da qeyd edək. Kafkas jurnalının redaktoru olubdu. O bütün millətlər haqqında, yəni Kafkasda yaşayan millətlər haqqında onun çok güzel fikri var. Ben sadece olarak Velişko'nun Ermənilər haqqında dediyini ictimaiyyətə çatdırmaq istəyirəm. Görün nə yazır. 19-cu əsrin axırlarında, 20-ci əsrin əvvəllərində yazılıb. Dəqiq tarixini mən bilmirəm. Yəni Sovet dövründən əvvəlki dövrünə. Bəli, bəli, o dövrdə olubdu və öz sağlığında yazıbdı bunları. Bir hissəsində nəşr olub, sonra onu yığıb tam deməli küllü şəkildə nəşr ediblər. Məsələn, ermənilər haqqında o nə yazır? Burada 46-cı səhifədə belə bir qeyd var. Ermənilər haqqında qədimdən pis fikir yaranıb və bu söz yox ki, əsassız deyil. Belə olmasaydı bu fikir bir çox xalqlarda və həm də müxtəlif vaxtlarda yarana bilməzdi. Yəni, ətraf xalqların hamısında bunlara qarşı mənfi rəy olur. Amma bizim onlara ürəyimiz nə qədər çox yansa da, onların vəziyyətinə nə qədər yaxından bələd olsaq da, ermənilərin fitnəkar, bic, hiləgər, ara qarışdıran, vicdansız tayfa başçıları gözlərimiz önündə çox iyrənc bir sürətdə canlanır. Bax, ermənilər haqqında deyilən fikir. İkinci fikir. Velişko yazır. Ermənilərdə həm də başqa xalqlara məcburi, zoraki cütləşmə də olubdur. İran qonşuları da, Azərbaycan tatarları da, türklər də, gücülər də, dağlılar da ehtimal ki, dövlət quruluşunu və bu səbəbdən də özünü müdafiə qabiliyyətini çoxdan itirən bir xalqın qadınlarının nazı ilə oynamırdılar. Və belə əyləncələrdən aydın olur ki, ermənilərin damarlarında hər cür qan var. Qorxaqlığı ön Asiyada zərb məsələ çevrilmiş xalqdan vaxtaşırı, qaranlıq fonda parlaq istisna kimi istedadlı və igid sərkərdələrin yetişməsi bununla izah olunur. Aydındır ki, onlardan da başqa cəngavər xalqların qanı qaynayır. Normal əsl erməni isə bir neçə yerli dildə olan Ümumqafqaz zərb məsələdə deyildiyi kimi dovşandan qorxaqdır. Hələ biz Pushkinin onlar haqqında dediyini demirik. Hələ Nekrasovun onlar haqqında dediklərini demirik. Müzərrəm Fəna yazır ki, açma gedirdi, siz o dediyiniz kimi Mösün Nəvabdan biraz fərqlidir əsər. Ancaq burada həmən hadisələri, 1905-6-cı il hadisələrini bunlar əks etdirirlər. Orada göstərir ki, döyüşləri ermənilər başladı. Sadəcə olaraq bir şeyi bəhanələdir, özləri vurdu bir nəfər şəxsi öldürdülər və onun meydini çəkib ortaya gətirərək müsəlmanlar bunu öldürüb deyə böyük qırğın başladı. Və sonra onlar başladılar evi yandırmağa. Mən bütün mənbələrdə oxuyuram ki, ermənilər hara hücum edibsə, birinci növbədə evləri yandırırdılar. Bunun özü ən böyük fəlakətdir. Evləri yandırdılar, insanların başını kəsirlər. İnsanların başına müsibətlər gətirirlər, insanlara hər cür əzab, əziyyət verirlər, olmasın işgəncəsini verirlər. Məsələn, siz baxın orada, Azərbaycanlar isə 3 erməni qızını götürərək, yeni gətirib onu məscidə təhvil vermişdilər və qaziyə təhvil vermişdilər ki, siz bunları saxlayın. Amma onlar, Müzərrəm Fənanın yazdığına görə deyirəm, onlar türmədə olan 17 nəfəri döyərək öldürmüşdülər ki, güya bunlar türmədə acından ölübdür və onu təhvil vermişdilər müsəlmanlara. Rusiya Senzura Komitəsində olan ermənilər, əgər səhv edilmirsə familiyaları Kişmişov və Qaraxanov, onlar, məsələn, Azərbaycan türkçəsində müsəlmanların qəzetinin çıxmasına mane olurlar. Hər cəhətdə mane olurlar. Siz təsəvvür, hətta bu haqda Mirzə Cəlilin xatirətində də var. Bəyalar Şüpərinin adını çəkdi və Mirzə Can Mədətovun adını çəkdi. Müştəhizadənin, onun əsərlərini, onun şeirini orada daxil eləmədi. Sadəcə orada dəyişmə var. O dəyişmənin xatirinə özdə orada səni məlik pərvərdəsindən həmən vaxt deyərdik biz Şakər ona. Cəfərqulu xan Nəvanın ona yazdığı şeydir ki, ey pəri, səni məlik böyüdübdür. Yəni, ermənilər səni böyüdübdür. Ona görə biz ona həmişə deyir, Şakər deyirik. Nökər deyirik ona. Sənin ona nə işin var? Qasım bəy Zakir özü o vaxtı ermənilərə çox deməli, mənfi münasibətdir. Xudavənd nə yerə yetirdi bizi? Bilmirik hayana, aparaq izi. Gahi Artavazı, gahi Sərkizi, gahi də Semyonu görən canımız. Yəni bunlar təhqiramiz şəkildə belə deyirdi, onu təhqir edir. Bilirsiniz, aydınlar həmişə paradoks bir halda ondadır ki, qəribə də bundadır. Həmin Mirzə Can Mədətov Mirzə Yusif Nesesova tapşırır ki, Vaqifin şeirlərini toplasın. Yaddaşlarda qalan şeirlərini toplasın. Bəli. Və çap eləsin. Yəni çap eləsin. Özdə orada da erməni elementi, qoy açıq deyim, erməni elementi çox qabardılır.
Yəni Bəli, həmən söhbətdə. Ona görə yazıb. erməni xislətindən yenə orada əl çəkmir. Yəni bu Yox, əl mümkün çəkmir. deyil. Bəli, mümkündür. Bəli, O o tarixi bir- yaza. Qanda gedən- Hətta bəzi məqamlar çox düz yazır. Düz yazır. Sən görürsən ki, uyğun. Ancaq yenə görürsən erməniliyinə əl çəkmir. Bəli, Yəni bir o dənə erməni məsələ- Məsələn, mən orada bir detal da deyim də. Sadəcə olaraq orada məsələn Keçəl Vananın adı çəkilən bir şeirdə o hissəni qoyur, onu yazmır, qalanları yazır. Nədir? Vano ermənidir. Rüstəm müəllim qeyd elədi ki, bizdə bəzən o ədəbiyyatın bu şeyləri işıqlandırılmağa alınmır. Burada çox incə bir səbəb var. Misal üçün, onlar ədəbiyyatına, mən elə indi yazdıqları ədəbiyyatı da həmişə fikir verirəm, özlərini məzlum və yazıq göstərmək naminə, daha nə bilim, qadınlarımızı öldürdülər, zorladılar, belə elə. Yəni, bütün faciəni, hətta üstünə 5-ini də qoyub, yazıcı bunu yaza bilir. Bir türk yazıcısı, türk qələm sahibi, içində bir türk qanı axan, o şəstinə sığır. Yəni, mən necə yəni bunu yazım? Kişi sənsə ver cavabını, yaxud da ölgünlə elə orada. Yəni, böyük xalq olmağın da bəli, ermənilər onu günahıdır, elə böyük yazırlar xalq ki, olmağın. özlərini əskildə. Biz indi deyirik ki, onlar İngilislə, Rusiya ilə filanla münasibət qura biliblər. Necə münasibət qura biliblər? Əskilə. Alçala. Əylə. Yəni, o öz ağlaya, yəni sürünə qapılarında. Ayağını öpə. Ayağını öpə. Biz eləyə bilməmişik də o şeyi. Yəni ona görə də Qribayedovla da əlaqə Bəli. necə saxlayıblar, yəni Tehran səfirliyində. Yaxşı yadıma Və sonra saldınız. da öldürülməsi. Bunun Rusiyaçı hətta Yuri Tunyanov Bəli, əsər yazıb. romanında da yazıb. Bu elə mövzulardandır ki, biz tək biz yox, ümumiyyətlə həm telekanallarımız, həm ədəbiyyatımız, həm publisistikamız mütəmadi bu məsələlərin üstünə qayıdır. Amma o problem yenə də bizim üçün həmişə açıq qalır ki, təbliğatda biz özümüzü sındıra bilmirik. Adicə bax Xocalı faciəsi ilə bağlı bizim keçirdiyimiz tədbirlərdə biz özümüzü məzlum göstərə bilmirik, özümüzdən asılı deyil. Biz onlar kimi əyilə bilmirik. Bugünlük isə əziz tamaşaçılar, söhbətimizin vaxtı başa çatır və Qarabağ mədəniyyəti, ümumiyyətlə Qarabağ ədəbiyyatı, Qarabağ incəsənəti bizim həmişə aparıcı mövzularımızdan olub və mütəmadi yenə də bu mövzulara qayıdacağıq. Bugünlük isə sizinlə sağollaşırıq. Sağ olun, sağlıqla qalın.